Azərbaycanda bu günlərdə hökumət yenidən qərar qəbul elədi və 187 adda dərmanın qiymətini qaldırdı. Təsəvvür edin ki, ölkədə ölümlərin 60%-i ürək-damar sistemi xəstəliklərindəndir. Ölkədə ölümlərin 15%-i xərçəng xəstəliyi səbəbindəndir. Ölkədə ölümlərin 5%-i həzm sistemi xəstəlikləri səbəbindəndir. Yəni ölən hər 100 nəfərdən 60-ı ürək qan damar xəstəliyindən ölür. Ölən hər 100 nəfərdən 15-i xərçəng xəstəliyi səbəbindən ölür. Ölən hər 100 nəfərdən 5-i həzm sistemləri xəstəliyindən dünyasını dəyişir. Belə bir şəraitdə, belə bir ölkədə, sağlamlığın bu vəziyyətdə olduğu bir ölkədə və orta aylıq əmək haqqının biabırçı vəziyyətdə olduğu bir ölkədə, ərzaq səbətinin ümumi qiymətinin biabırçı vəziyyətdə olduğu bir ölkədə təsəvvür edin ki, 300 manata qədər bir insan pensiya alır. Bu 300 manata qədər pensiya ilə yaşlı bir insan həm dərman almalıdır ki, bu insanların böyük əksəriyyəti ürək qan damar xəstəliklərindən əziyyət çəkirlər. Bu ürək qan damar xəstəliyindən əziyyət çəkən insan həm dərman almalıdır, həm həkimə getməlidir, həm kommunal ödəməlidir, həm yeyib içməlidir. Təsəvvür edirsiniz, bu nə boyda bir fəlakət vəziyyətidir. Hökumət ümumiyyətlə bu qiyməti qaldırarkən kimi nəzərə alır, kimi nəzərə almalıdır? Əlbəttə biz başa düşürük ki, korrupsiya tuğyan eləyir, qiymət artımı, devalivasiya gedir, inflyasiya sürətlə gedir və bu inflyasiyanın sürətlə getməsi hökuməti məcbur edir ki, əhalinin cibinə girsin. Amma cibi olanın cibinə girin də. Cibi olmayanın cibinə girmək nə deməkdir? Azərbaycan hökuməti artıq insanların qoynuna əlini salır. Yəni insanların son tikəsini oğurlamaqla məşğuldur. İnsanların ömrünün axırıncı günlərini oğurlayır. Bu dərman qiymətini qaldırmaq bilirsiniz nə deməkdir? Bu dərman qiymətini qaldırmaq insanların ömründən son günləri oğurlamaqdır. O dərmanlarla ki, o insanlar 1 il, 5 ay, 3 gün, 5 gün yaşayacaqlar, o qiymətləri qaldırmaqla o insanları o dərmandan məhrum eləyirlər və adamları ölümə tərk eləyirlər. Əvvəl insanların cibinə girirdilər, insanların indi qoynuna girirlər, indi insanların ömründən oğurlayırlar. Bu hökumət faktiki şəkildə insanların ömründən oğurlamağa girişibdir. Yəni 187 adda qiyməti qaldırırsan, nəqliyyatın qiymətini qaldırırsan, marketlərdə qiymətlər öz başına hər gün qalxır. Bu insanlar necə yaşasınlar, nə yesinlər, nə içsinlər? Bu necə dövlətdir? Ümumiyyətlə bu dövlətsizliyin də ən pisi bizdədir. Dövlətin də ən pisi bizdədir. Belə faciəvi şey olarmı? Sabah bu insanların taleyi ilə bağlı bir məsuliyyət daşıyan ortaya çıxacaqmı? Yoxdur. Yoxdur. Əziz dostlar, bu insanların taleyi ilə bağlı məsuliyyət bizim çiynimizdədir, vətəndaşların. Vətəndaş mövqeyini ortaya qoymaq lazımdır. Etiraz eləmək lazımdır. Başqa variant yoxdur. İnsan kimi etiraz eləmək lazımdır. Övladlarımızın taleyinə görə etiraz eləmək lazımdır. Valideynlərimizin taleyinə görə etiraz eləmək lazımdır. Özümüzün yaşaya bilmədiyimiz, streslərlə keçirdiyimiz bu günlərə görə etiraz eləmək lazımdır. Hökumət bizə başqa variant buraxmır. Biz etiraz səsimizi ucaltmasaq, biz mövqe bildirməsək, yazmasaq, pozmasaq, bu hökumət sonra bir də baxacaqsınız ki, nəfəs almağa görə vergi alır. İnanın ki, Azərbaycan hökuməti get-gedə insanların az qala nəfəs almağından da pul alacaq. Çünki vəziyyəti o qədər pisləşdiriblər, iqtisadiyyatı o qədər bərbad vəziyyətə salıblar ki, suyun qiymətini də qaldırmağa təzədən hazırlaşırlar. Enerji daşıyıcıların qiymətini qaldırırlar, yol pulunu qaldırırlar, dərmanların qiymətini qaldırırlar. Bütün bunların hamısı ölkənin kasıb təbəqəsinin, orta təbəqəsinin boğmaqdan ötürüdür. Yəni tüsbağanı ya öldür, ya kürəyi üstə qoy. Nə fərqi var ki? Yəni bütün bu Azərbaycan xalqının bu qiymətləri qaldırandan sonra, gediş haqqını qaldırandan sonra, ərzağın qiyməti qalxandan sonra, dərmanın qiymətini qaldırandan sonra bəs soyqırım nətər olur? Təhsilin keyfiyyəti aşağı düşəndən sonra bəs soyqırım necə olur? Bu açıq-aşkar millətə qarşı bir soyqırımdır, bir genosiddir. Buna yox demək də bizim əlimizdədir. Bunu dayandırmaq da bizim əlimizdədir. Bu videonu bəyənin, paylaşın, daha çox insan görsün, daha çox insana bizim səsimiz çatsın.